Kim nətər başa düşür özü bilər. Yəni məni qınayan da olar, qınamayan da olar. Hər kəsin özünə aid fikri var. Qınamaq başqa, təhqir başqa. Təhqir eləyən də ki özü bilir ki necə bir adamdır. Qorxaq adamsan məni təhqir edirsən. Sözü deyəndə elə hünərli kişisənsə. Nəysə, deməli biz 2012-ci, 2013, 2011 bu vaxtları mitinqlərin o qızğın vaxtları, indi 2019-da o hesda, amma bu əskər ölümləri vaxtı, ondan sonra başqa adlarda mitinqlər olurdu. Məhsul stadionda mitinqə gedirdik. O mitinqlərə gedəndə deməli biz kirayədə hamımız rayondan kənddən gəlmiş insanlarıq. Hərə bir təhər başını sağlayır. Kimin evi var ki? Biz kirayədə qalırdıq. 3-4 nəfər çox kirayədə qalırdıq. Elə qaldığımız yerdə bu Kəşlə tərəfəzada yaxındır. Evin yerin yurdunu demirəm, elə o evin yəsindən xəbərim yoxdur, amma territoriyanı bilirəm. İndi dəqiq bilmirəm, eyni tərəfi su basıb yoxsa yox, amma ora yaxın tərəfləri su basıb pis gündədir. Biz mitinqə gedəndə bu ev yəsi eşitdi. Ev yəsi də köhnədən Bakı cəmaətidir. Bu ev yəsi eşitdi. Eşitdi və bir gecə gəldi bizi əməlli başlı xəbərimiz olmadan polisi çağırdı ki, bunlar burada bu tuşqalar, qaraçılar burada yığışıblar, şey eləyirlər, təxribat eləyirlər. Biz sənə görə mitinqlərə gedirdik ki, bu günə düşməyəsən də. İndi fərqi yoxdur, hamı eyni yerdəndir, hamı Azərbaycanlıdır. Amma biz gəlib kətdən, rayondan o mitinqlərə gedəndə Allahın olsun ətrafda, qonumda, qonşuda xazeyinlər, xazeykalar zadlar var idi. Hamı bizə bir sən nətər, hamı bizə bir terrorist kimi, vətən xaini kimi, hamı ağzını büzürdü, əyirdi, heç kim bizə ev vermədi. Biz axırda çıxdıq, getdik o territoriyadan, 2-3 nəfər cavan uşaq idik. Və biz üstündən görün 14 il keçib. İndi yaxşıdır, deyirsiniz niyə səs eləmişsiniz. Vaxtında səs eləyərdiniz, biz də səs eləyərdik.